təkcə Qarabağda yox, biz bunu açıq Əlbəttə. danışmalıyıq ki, Cənubi Qafqazda bugünkü Azərbaycan nümunəsi, Bəli. hansı ki, suverenliyi tam şəkildə bərpa elədi. Gürcüstan, Ukrayna bizdən öyrənir. Bunu açıq deməliyik. Və bugünkü Cənubi Qafqazda aparılan sülh-sevər siyasət, dediyimiz kimi, sülh məramlı qüvvələrdir. Azərbaycan, deyək ki, hərbi qüvvələri sülh məramlıdır. Deyək ki, onlar yalnız terroristik qruplara qarşı mübarizə aparıbdır. Bu reallıqdır. Heç bir dövlətin silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrindən qarşı çıxmayıb. Bizə qarşı terroristik qüvvələr çıxış edibdir. Və bununla da Ermənistan hökuməti həmişə deyib ki, Ermənistan silahlı qüvvələri müharibədə iştirak etməyib. Biz bunu dırnaq işarəsində qeyd eləməliyik. Başa düşürük ki, Ermənistan silahlı qüvvələri Azərbaycan silahlı qüvvələri üzbəüz dura bilməz. Və burada təkcə Qarabağ məsələsi müzakirə edilmədi. Eyni zamanda Kəşmir və Şimali Kipr məsələsi də var idi. Hansı ki, bərabər şəkildə bizim gözlərimizin qabağında qoyulub. Mən cənab prezidentin bir-iki həmin gün çıxışlardan zirvə görüşlərdə iki məqamını da qeyd etmək istəyərdim. Azərbaycan təkcə hərbi diplomatik yox, həm təhsil sahəsində həmin ölkələrin, həm eyni zamanda yeni texnologiya, innovasiyalardan, süni intellektlə bağlı əlaqələrin genişləndirilməsi. Və bu da göstərir ki, mən indi bundan qabaq biz sizdən danışın, uzun müddətli əlaqələrin qurulması 2050 strategiyasından söhbət gedir. Azərbaycan 2050-ci il strategiyasında yeni texnologiyalar, süni intellekt özünü görmür. Və burada da Pakistan Türkiyədə öz dediyimiz kimi nailiyyətlərini ortaya qoyacaq. Çin də var artıq bu prosesdə çərçivəsində iştirak edir. Çinlə Pakistan münasibətləri, Azərbaycan-Çinlə münasibətləri, biz də bu yetkinliklə burada razılığa gələn 99% məsələlər var. Buradakı bizim birliyimiz var və Azərbaycan da yeri gəlmişkən Çinin ərazi bütövlüyünü tanıyır. Çinin də biz bilirik ki, Tayvanla bağlı məsələləri var, Amerika Birləşmiş Ştatlarına və digərlərinə. Ona görə biz bu kəsişmə məsələləri də açıq vəziyyətdədir və biz burada açıq siyasətimizi, açıq mesajlarımızı veririk. Yeni texnologiyalar hansı ki, sülhə gətirəcək. Yeni texnologiya təhsili hansı ki, sülhə gətirəcək. Və bunu cənab prezident əsas məqam kimi göstərir. Çıxışlarında qeyd edir. Və burada Azərbaycanın təcrübəsi, burada Türkiyənin, Pakistanın təcrübəsi digər ölkələr üçün bir nümunədir. Və Azərbaycan təkcə Cənubi Qafqaz yox, təkcə Şərqi Avropa yox. Biz bunu dünya səpkisində görməliyik, müqayisə etməliyik. Dünya danışanda BMT çərçivəsində, qoşulmama hərəkəti çərçivəsində, eyni zamanda Millətlər Liqasının təkcə yox, Avropa Şurasında, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, hətta ki, Ərəb Liqa ölkələri çərçivəsində. Biz bunu qeyd etməliyik ki, baxmayaq ki, Azərbaycan müşahidəçi statusu var, Ərəb ölkələrinin yanında təşkilat, ancaq yenə də orada söz və antikolonial siyasətə malikik biz və aparırıq. Ona görə də bugün məhz burada qoyulan məqamlar, xüsusilə də Hindistan, Pakistan arasında və digər ölkələr arasında biz bunu görürük ki, kolonial siyasətin nəticəsidir. O xəritəni kim bölüb? Bangladeş, Hindistan, Pakistan xəritəsini kim bölübdür? Kimlər bugünkü o Kəşmir vəziyyətini açıq vəziyyətdə gətiribdir bugünə kimin? Kimə sərf edir ki, Hindistan və Pakistan səviyyəsində müharibə olsun? Bizim, hətta Xarici İşlər Nazirliyi, hətta cənab prezident dəfələrlə deyib ki, biz baxmayaq ki, Pakistanın tərəfdaşıyıq bu məsələdə, ancaq yenə də biz regionda sülhə çağırırıq. Və hər iki tərəfi, Hindistana da eyni zamanda izah edirik, həm də xahiş edirik, müraciətimizdə bildiririk ki, burada əsas məsələ sülh olmalıdır. Sülh məsələsi ilə, danışıqlar məsələlər həll olmalıdır. Problemli məsələlər, açıq məsələlər. Ona ki, burada maraqlı adamlar var, maraqlı tərəflər var ki, müharibə olsun bu ölkələrin qarşısında. Və müharibə olsun, əhali itkisi olsun, silahların alqı-satqısı olsun, Azərbaycan ona qarşı çıxış edir. Azərbaycan başa düşür ki, biz o təcrübəni görmüşük uzun illərdir. Azərbaycan bunu bilir ki, qaçqınların problemləri, əhalinin dediyimiz ki, müharibə vəziyyətinin zərər çəkməsi, uşaqların öldürülməsi, deyək ki, vəfat etməsi, qadınların, mülki əhalinin bu məsələlər gündəmdədir. Bizim gözümüzün qabağındadır. Xocalıdır, Dağlıq Qarabağ müharibəsidir, Gəncənin bombalanmasıdır, Bərdənin bombalanmasıdır, Tərtərin bombalanmasıdır. Bu günə kimi bu bizim gözümüzün qabağındadır. Ona görə də Azərbaycan üçün əsas məqam bu üçlüyü çərçivəsində sülh siyasətinin davam etdirilməsidir. Və burada da siqnaldır həm Hindistana, həm Ermənistana, həm digər ölkələrə ki, biz burada üçlü müqaviləmiz var. Və burada hərbi müqaviləmiz də var, diplomatik münasibətlərimiz də var. Ancaq bu kiməsə qarşı deyil. Bu sadəcə bizim təhlükəsini təmin edilməsidir. Kimsə qoşulmaq istəyirsə, həmin ölkələrdən bir gün Azərbaycan onları qəbul etməyə hazırdır.